Qadan alın, bax, böyük görürsən, bax, bu köçüftür, bax, bir yaxşı da ailə idilər, qəşəng, hamı kimi. Çətinliyə dözə bilməyədi, çıxdı, getdi. Tovuzda kəndlər boşalır, sakinlər isə doğma ata-baba yurdlarını tərk edərək şəhər və rayon mərkəzlərinə üz tuturlar. Buna səbəb isə rayonun dağ kəndlərində olan Yanıqlı İnzibati Ərazi Dairəsinin bir neçə kəndi və Qədirli İnzibati Ərazi Dairəsinin tabeliyində olan 13 kəndində təbii qazın olmaması, həkim məntəqəsinin və ən əsası iş yerlərinin olmamasıdır. Qeyd edək ki, biz hal-hazırda Tovuz rayonunun Sadıqlı kəndindəyik. Sadıqlı kəndinin bir tərəfi Yanıqlı, digər tərəfi isə Əhmədabad kəndidir. İki kəndin mərkəzində yerləşən Sadıqlı kəndində təbii qaz olmasa da, lakin Yanıqlı və Əhmədabad kəndində təbii qaz var. Qazın dərdindən işığımız da yoxdur, qazımız da yoxdur. Vallahi işığımız saatda bir keçir, zəng eləyirik. Baxan yox. Gözümüz açandan da qaz yandırmışdıq. Burada elə qabaqca olubdu. Sonra da gəldilər, dedilər qazınız yoxdur. Kəsdilər, nə bilim, yoxa çıxartdılar. Hamısı var idi, şərait var idi, cəmaət çox idi. Bizə qalmış bax belə zulümlü günləri. Hansı deyirdi? Qaz xətti 350 metradan keçir. Məntəqə eləyiblər, nə eləyiblər, devlətin işinə biz qarışmırıq. Burada bir uşağa, bir ölənə, bir xəstəyə yardım eləmək icazəsi yoxdursa, onda biz burada niyə yaşayaq? Qazın olmaması barədə çətinliklərimiz çoxdur. Meşəyə girməyə imkan yoxdur. Bir maşın odun 400-500 manata başa gəlir. Gedib bilet almaq, qırmaq, gətirmək çox çətinlik. Yəni qaz olmamaq bu kənd üçün çox problemdir. Burada kətdə adam qalmır. Kəndin 50% köçüş gedir. Tovuz rayon icra hakimiyyətinin başçısı Qəribli kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Allahyar Rəhimov isə bildirib ki, problemlə bağlı artıq aidiyyatı qurumların məlumatı var. Lakin bu günədək heç bir tədbir görülməyib. Qəribli İnzibati Ərazi Dairəsi 13 para kəndi özündə birləşdirir. Cəmi 5000 ahalimiz var. Bax, 13 para kənddən neçə kəndində təbii qaz var və təbii qaz olmayan kəndlərdə hazırda hansı problemlər yaşanır? Heç bir kənddə təbii qazımız yoxdur. Əsas səbəb elə odur ki, bizim yanacağımız odunladır. Odundakı təbiətə ziyan vurmaq olmaz. Ona görə də qış düşəndə sakinlərimizdən bir qrupu şəhərə üz tuturlar, istiliklə əlaqədar olaraq. Azərqaz İctimaiyyətlə Əlaqələr və Kooperativ Kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədzadə isə təbii qazın olmadığı kəndlərə mərhələli şəkildə vəsait ayrılan zaman təbii qazın çəkiləcəyini bildirib. Həcər Həsənova, Kamran Eskiparalı bugün informasiya proqramı üçün.